Sağlamlığımız bir sərvətdir. Gəlin bu sərvətin dəyərini bilək. Gördünüz, fasiləmiz çox qısa oldu. Verilişimiz canlı yayımlanır. Bu isə sizə imkan verir ki, hər an suallarınızı bizimlə bölüşə bilərsiniz. Elə bir arada belə səsimin tonu çox yuxarı getdi. Çox ürəklə danışdım. Çox enerjili danışdım. Çünki istəyirəm ki, mütəxəssislərimizlə sizə faydalı olaq. Dəyərli Xəyalə xanım studiyamızın qonağıdır. Bizim ginekoloqumuz həm uşaq ginekologiyası sahəsində ixtisaslaşmış, həm də cərrah mama ginekoloq olaraq bir çox ailələri, xanımları sevindirən həkimimiz Xəyalə İsmailovanı salamlayıram. Xoş gəlmisiniz Xəyalə xanım. Çox sağ olun, təşəkkür edirəm bir daha dəvətiniz üçün. Necəsiz? Əhval-ruhiyyə necədir? Çox sağ olun, çox sağ olun. Hər zaman yaxşı olasınız. Mən izləyirəm sizin Instagram səhifəsini aktiv olaraq və görürəm hər gün təbii doğuşlar, qeysəriyyə əməliyyatları, müxtəlif ginekoloji əməliyyatlar, bəzən elə mürəkkəb diaqnozlarla bağlı Xəyalə xanıma müraciət edənlər olur ki, hansı ki onlar da onun o yüngül əllərindən, sehirli əllərindən şəfa tapırlar və Xəyalə xanım Mediland Hospitalda çalışır. Gördüyünüz bu görüntülər, bax, çox sevdim o ifadəni, qız uşaqlarının erkən müayinəsi analığın təminatıdır. Mən düşünürəm ki, bu ifadə hər bir qız anasının qulağında bir sırğa olmalıdır. Çünki əziz analar, mən özüm də bir anayam, mənim də qız övladım var. Allah bütün qız övladlarını, oğlan övladlarını saxlasın. Həkimimiz ginekoloqdur deyə, ona görə daha çox qız analarına səslənmək istəyirəm. Erkən müayinə gələcəkdə qızlarımızın ana olmaq şansını artırır. Çox təəssüf ki, bəzən məlumatsızlıqdan, bəzən biganəlik deməyim, bəzən ola bilər işləri belə ard-arda düzüb elə yaşa çatdırırıq ki, gəlir qızımız 18-19 yaşında və ailə qurandan sonra ilk dəfə bir müayinədən keçir. Müayinə deyəndə mən adi bir ultrasəs müayinəsini nəzərdə tuturam və Xəyalə xanım, yəqin ki, razılaşarsınız, son illər müxtəlif xəstəliklər cavanlaşdığı kimi, artdığı kimi hal-hazırda inanırsınız bizə nə qədər insanlar yazır. Bölgələrdən də yazanlar var, Bakıdan da yazanlar var. Bizim həmvətənlərimiz xarici ölkələrdən də yazırlar ki, qızım gəldi çatdı 18, 19, 20 yaşına və bir ultrasəs müayinəsi etdik. Məlum oldu ki, qadınlıq orqanlarından biri yoxdur və yaxud da tamamilə heç biri yoxdur. Anadan gəlmə patologiya anomaliyalar. Bəzən belə deyimsə ki, əlbəttə ki, rutin olaraq bir 15-16 yaşında ona görə mütləq elə müayinə edirik qızları. Ən azından bir ultrason müayinəsindən keçməlidirlər. Ginekoloji anamnez toplanmalıdır. Burada nə dərəcədə adət düzənsizliyi varmı, yoxmu? Bunlar da bir, belə deyim ki, simptomlar da bizi hansısa bir xəstəliyə aparıb çıxara bilər deyə biz ətraflı anamnez toplayırıq. Buna əsasən deyə bilirik ki, burada daha detal hansı müayinəni edək. Ultrason müayinəsi əlbəttə ki, ilkin müayinələrimіздəndir. Amma hər hansı bir patologiya ilə rastlaşırıqsa, hər hansı bir digər əlamətlərimiz varsa, bu zaman laborator müayinələri də müraciət edirik, MR müayinəsi, KT müayinəsi də istifadə edə bilirik. Yəni, hər bir halda 15-16 yaşlarda rutin müayinə olmalıdır. Amma xanım, yəni qadınlarımızda isə artıq ailə qurduqdan sonra isə bunu deyim ki, tək ultrason müayinəsinə arxayın olmaq olmaz. Mütləq bir vaginal güzgü müayinəsi ehtiyac var. Yəni, çünki ultrason müayinəsində gördüyümüz, belə deyim ki, nəticələri biz vaginal müayinədə görmürük. Vaginal müayinədə gördüyümüzləri isə ultrasonda görmürük. Buna görə hər dəfəsində xəstələrə də vurğulayaraq deyirik ki, yəni vaginal uzi olunsa belə ginekoloji güzgü müayinəsini əvəz eləmir. Bunu nəzərə almalıyıq. Çünki vaginal güzgü müayinəsi ən azından bir ildə bir dəfə olunmalıdır. Bəzi müayinələr var ki, pap smear müayinəsi deyirik, bir ümumi ginekoloji baxış yəni olunmalıdır. Bəzən xüsusən də hansı yaşdan sonra hər il bunu etmək vacibdir Xəyalə xanım? Əslində ailə qurmuş qızlarda belə deyim ki, papilomavirus yoluxma problemi ola bilər HPV-yə görə. HPV-nin də inkubasyon dövrü 4 ildən başlayır. Yəni, qadın artıq cinsəlliyə başlayıbsa, yəni burada ən azı 4 ildən sonra problem yarana bilər deyə. Yəni, cinsəllikdən sonra ildə bir dəfə yəni pap smear müayinələrinə ehtiyac var. Sizdə deyim ki, erkən yaşlarda orqanizm özü də bu virusu yəni müalicə edə bilir, belə deyim ki. Amma xanımlarımızın immuniteti çox vaxt aşağı olur da bəylərə nisbətən. Aşağı olur, bəli. Medikamentoz müalicə edərək biz HPV virusunu yəni üstələyə bilmirik. Amma orqanizmin özü bəzən, yəni ki, cavan yaşlarda bu virusu biz, yəni ki, belə deyim, müalicə etmiş oluruq. Amma bir də indi HPV vaksinləri var. Bax, mən görürəm ki, artıq ailələr qız övladlarına bu HPV vaksinlərini edirlər. Xüsusən də o analar ki, məlumatlıdırlar və yaxud da özləri HPV-nin ağır formalarından əziyyət çəkiblər və müalicə alırlar. İstəmirlər ki, uşaqda olsun, tam razı. 9-10 yaşdan əslində icazəsi var, yəni bu peyvəndin. Ümumiyyətlə, ilk cinsəllikdən öncə vurulmalıdır ki, cinsəl yolla papilomavirusa yoluxmasınlar. Bu peyvəndlərin də növləri var.
əsasən qardaçıl 9 peyvəndini edirik. Əlbəttə Cervarix də var, qardaçıl 4 peyvəndi də var. Yəni burada növlərinə əsasən Cervarix-də 2 növə qarşı olunur. 16-18-dir. Cervarix qardaçıl 4 ilə 9-da fərq odur ki, 9 növünə qarşı olunan peyvənddir. Əlbəttə, yəni daha çox qoruyucudur. Ona görə də mən məsələn öz təcrübəmdə yalnız qardaçıl 9 peyvəndi edirəm. Deyirəm, ediriksə biz bunu tam edək. Yəni bunu daha, belə deyim, 3 dəfə edirik 15 yaşdan sonra. 15 yaşa qədər ediriksə 2 dəfə artıq bizə kifayət eləyir. Və bu 3 dediyimiz doz 6 ayın içərisində, birinci doz 2 ay sonra, ikinci doz, üçüncü isə 4 ay sonra, yəni 6 ay ərzində vurulur. Və bu peyvəndi etməyimizdə məqsəd bu peyvəndi etdikdən sonra artıq partnyorunda bu virusun daşıyıcıları 9 onkogen forma olsa belə xanım yoluxmur. Bu çox böyük bir uğurdur əslində. Onkologiya riski azalır. Çünki HPV virusu daşıyıcısı olan xanımların, yəni uşaqlıq boynu xərçəngindən əziyyət çəkmə, yəni şansları çox yuxarıdır. Azərbaycanda da Azərbaycanda bu rəqəm çox yəni yuxarıdır. Yenə də deyirəm, bu peyvənd dövlət hesabına olunan ölkələrdə uşaqlıq boynu xərçəngi çox aşağı rəqəmlərdir. Yəni bu peyvəndi etməyimiz can qurtarır. Doğrudan da uşaqlıq boynu xərçənginin qarşısını biz bugün ala biliriksə, bu çox belə deyim ki, çox böyük uğurdur. Əlbəttə. Yəni peyvənddən qorxmaq lazım deyil. Niyəsə bizim ölkədə biraz peyvənddən bir qorxu var. Edərəm necə olar? Mən artıq neçə illərdir ki, yəni edirik bu peyvəndi. Allergik təsirini belə görməmişik. Çünki istənilən halda biz nəzərə alırıq ki, peyvənd hər hansı bir yan təsiri ola bilər. Yəni şükür olsun ki, yəni biz bununla qarşılaşmamışıq və ümid edirəm ki, bundan sonra da bu yəni allergik halla qarşılaşmarıq və ona görə qız analarına da deyirəm ki, ailə qurmazdan öncə elə oğlanlar da olunmalıdır. Əlbəttə. Amerikada oğlanlar da, qızlar da olunur. Onlarda cinsəllik yoluxma hər ikisində olur. Çox bəli tez başladığı üçün onlarda daha erkən yaşdan elə edirlər. 10 yaşından, 11 yaşından edirlər. Bizdə əlbəttə cinsəllik daha gec başladığı üçün mən məsələn qızlarda 15-16 yaşdan sonra tövsiyə eləyirəm ki, mütləq olsun. Mən çox istəyərdim ki, bax bizim o ailə qurmazdan öncə asan xidmətdə müəyyən analizlər var, təhlillər var, hansı ki onlar vacibdir. Peyvənd də mütləq şəkilində olsa, bu bizim üçün çox böyük, gələcəkdə yaxın gələcəkdə uşaqlıq boynu xərçənginin yəni rəqəmlərin çox azalmasına gətirib çıxaracaq. Mən buna əminliklə deyirəm. İnşallah. Mən də bunu ümid eləyirəm. Biz çalışırıq buna ki, daha həm maarifləndirək, verilişlərdə həm gələn pasiyentlərimizə, yəni məlumatlı deyirlərsə o haqda bildirək ki, yəni mütləq peyvənd olunsun. Və bizim dəyərli Xəyalə xanım da mən dəfələrlə görmüşəm, izləmişəm o analar ki, hansı ki razılıq veriblər ki, bu videolar yayımlansın. Siz həmin o qızlarımıza 13 yaşında bir qızımız var idi, 14 yaşında bir balamız var idi. O peyvəndləri onlara etdiniz və yenə deyirəm, Xəyalə xanımın sözünə qüvvət, təkcə qızlarımız yox, oğlanlarımıza da bunu etmək lazımdır. Çünki yoluxma hər ikisi tərəfdən olur və çox yaxşı olar ki, biz bundan qorunaq, gələcəkdə olan o onkoloji proseslərin qarşısını alaq. Çünki Azərbaycanda hal-hazırda qadınlarda uşaqlıq boynu xərçəngi çox geniş yayılmışdı. Ona görə heç olmasa vaxtında erkən müraciət etmək lazımdır ki, bu da müalicə olunan haldır. Amma yox, gəlib 3-cü, 4-cü ağırlaşmış formada müraciət edəndə təbii ki, həm həkimlərin işi çətin olur, həm də sizin ümidləriniz qırılmış olur. Ona görə qoruyun özünüzü, sağlamlığınızı qoruyun. Xəyalə xanım bizimlə bərabərdir. Dəyərli uşaq ginekoloqu, cərrah mama ginekoloq və onunla söhbətimiz davam edəcək. Mən onunla bir mövzuda da danışmaq istəyəcəm. Bu lazerlə icra olunan bütün əməliyyatlardır. Hansı ki, xanımlarımız bununla çox maraqlanırlar. Karbon dioksid lazer adlanır bu cihazın adı və Xəyalə xanım da peşəkar bir mama ginekoloq kimi artıq 2005-ci ildən fəaliyyət göstərən bir həkimimizdir. Hal-hazırda Mediland Hospitalda fəaliyyət göstərir. Buyurun müraciət edə bilərsiniz. Həm hamiləliyin təqibi üçün, həm təbii doğuş üçün, həm qeysəriyyə əməliyyatları üçün, həm də bütün ginekoloji cərrahi əməliyyatlar üçün Xəyalə xanım köməyinizə çata bilər. 055 766 33 30. Xəyalə İsmailova uşaq ginekoloqu, cərrah mama ginekoloqdur qonağımız və onunla söhbətimiz davam edəcək. Suallarınız da cavablanacaq, amma ATV xəbərin günorta buraxılışından sonra ATV xəbəri izləyirik. Dərhal sonra Xəyalə xanımla studiyada söhbətimiz davam edəcək. Sonsuzluğa səbəb olan amillər hansılardır? Hamiləliyin baş tutmasına mane olan ən vacib faktorları cərrah mama ginekoloq Xəyalə İsmailova ilə müzakirə edəcəyik. Artıq burada bizim reproduktiv funksiyamız pozula bilər, adət pozğunluğu yarana bilər, gələcəkdə məsələn hamilə qalmasında bu qızların problemi yaşana bilər. Birazdan sağlam gün ayda. İyulun
yayımın bu gözəl havalarında özünüzə qayğı göstərməyi əks etməyin. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin. Sağlam gün ay canlı davam edir və hal-hazırda studiyamızın çox dəyərli həkim qonağı var. Hansı ki, onunla söhbətimiz davam edir və bayaqdandır ki, sizin suallarınızı cavablayır o həkimimiz. Həm uşaq ginekologu, həm cərrah mama ginekoloq Xəyalə İsmailova bizimlə bərabərdir. Bir daha xoş gördük sizi. Təşəkkür edirəm, buyurun. Suallar elə. Bəli, elə tamaşaçı sualları ilə canlı sualları da davam edəcək. söz verdik ki, davam edəcəyik və Bakıdan, Lənkərandan, Şəkidən, Qubadan, Gədəbəydən, Şirvandan, Xaçmazdan, Yevlaxdan, Salyandan, Kürdəmirdən suallar var. Hardan izləməyinizdən asılı olmayaraq hər birinizi salamlayırıq. Ekrana yaxın əyləşin və Xəyalə xanımın qəbuluna getmək istəyənlər üçün söyləyim ki, əziz xanımlarımız, əziz analarımız, gənc qızlarını, körpə balalarını bilirik ki, qız uşaqlarında problemlər körpə yaşından başlaya bilər. Hər yaş qrupundan olan qızlarımızın qəbulunu edir bizim dəyərli Xəyalə xanım. 055 766 33 30 əlaqə nömrəsi ekranda və doktorun çalışdığı ünvan Midland Hospital Uşaq Ginekologiya Mərkəzi və bu mərkəzin yaradıcısıdır dəyərli Xəyalə xanım. Qoşula bilərsiniz onun qəbullarına. Profilaktik olaraq və yaxud da hər hansı bir əlamət sizi narahat edirsə, Xəyalə xanım köməyinizə çatacaq. Və mən istəyirəm Aysel xanımın sualını səsləndirim. Deyir, 2 ildə ailə qurmuşuq. Amma hamilə qala bilmirəm, övladım olmur. Müayinələrə necə başlamalıyam? Tək mən yoxlanmalıyam, yoxsa həyat yoldaşım da yoxlanmalıdır? Əgər xanım ailə qurubsa, 2 ildir artıq belə deyim, hamilə qalmırsa, ümumiyyətlə müayinə üçün belə deyim, gecikmiş sayılır. Yəni 35 yaşdan aşağı xəstələrdə biz 1 il gözləmə dönəmimizdir. 35 yaşdan yuxarı xəstələrdə artıq 6 ay müddətində xanım hamilə qalmırsa, mütləq həkimə müraciət etməlidir. Xanım 2 ildə hamilə qalmırsa, burada ilkin olaraq əlbəttə qadın müayinə olunur. Əlbəttə burada 50-50-yədir. Yəni yanaşı olaraq həyat yoldaşının da bir dəyərlərinə baxılmalıdır. Amma xanımda da müayinələr nədən ibarət olmalıdır? Belə olduğu zaman ilkin olaraq bilirik ki, hamilə qalmamız üçün uşaqlığı yolu, uşaqlığı müayinəsi, boruların müayinəsi və yumurtalıqların müayinəsi aparılmalıdır. Burada birinci vaginal güzgü müayinəsi, ultrason müayinəsi, bu artıq uşaqlıq daxilində hər hansı bir törəmə falan varmı, yoxmu, uşaqlıq yolunda bir infeksiya varmı, yoxmu, yəni mane ola biləcək. Yumurtalıqlarda proses necədir? Yəni ovulyasiya gedirmi, normal getmirmi və boruların keçiriciliyi nə dərəcədə, yəni normaldır, borular keçirirmi ya yox. Bu müayinələr keçdikdən sonra biz artıq belə deyim, hər xəstəlikləri inkar edə bilərik ki, burada heç bir problem yoxdur. Xanım hamilə qalmalıdır və yoldaşının da əlbəttə dəyərlərinə baxmaq lazımdır bu zaman. Bəzən ola bilir ki, xanımda bütün göstəricilər, belə deyim, üzvü heç bir problem görünmür, borular keçiricidir, heç bir polip falan yoxdur. Amma funksional olaraq pozğunluqlar olur. Funksional dediyimiz məsələn, hormonal olaraq bir dəngəsizlik olur, bunun fonunda ovulyasiya getmir. Yəni bunlar da bir səbəb ola bilir. Buna görə mütləq bu müayinələrin hamısından keçməlidir xəstə. Elə əslində bu sual birbaşa sonsuzluq mövzusu ilə bağlantısı var idi. Xanım deyir ki, mənə sonsuzluq diaqnozu qoyula bilərmi? Bəli, 2 il düzdür, az müddətdir, amma övlad istəyirlər və düşünürəm vaxtında həkimə müraciət edib vaxt itirməmək lazımdır. Əslində qadın 1 il ərzində qalmırsa, bu birincili sonsuzluq deyə adlandırılır. Amma birincili sonsuzluq bu demək deyil ki, xanım hamilə qalmayacaq. Sadəcə 1 il ərzində gözləməyib və hamilə qalmayıbsa, artıq bu zaman bir səbəb araşdırılmalıdır. Bəli. Hal-hazırda Sevinç xanım da bizi izlədiyini qeyd edir və deyir 38 yaşım var. Yaş artdıqca hamilə qalmaq niyə bu qədər çətinləşir və hansı yaşdan sonra ümumiyyətlə risk artır? Elə onun timsalında digər xanımlarımız da dinləsinlər. Ümumiyyətlə, əlbəttə ki, yaşdan asılı olaraq bizim yumurtalıq rezervimiz olduğu üçün xanımların, yəni yaş artdıqca yumurtalıq rezervi azalır. Biz bunu antimüller hormonu yoxlayaraq da bu rəqəmə əsasən də deyə bilirik. Amma hər bir halda yəni hamilə qalma şansımız 35-dən aşağı olduğu zaman daha yuxarıdır. Yəni artıq yaş artdıqca 35 üzərində, 40 üzərində xanımların hamilə qalma şansı azalır. Bu da yenə hipoestrogeniyaya gedirik deyə, yəni preklimaksilik dövrə yaxınlaşırıq deyə, bu da hormonlarla bağlı olan problemdir. Ona görə bəzi xanımlar
hətta məsələn ailə qurmayıblarsa belə biz onlarda bu yumurtalıq rezervini dondurmaq da məsləhət görürük ki, gələcəkdə əgər istəyirlərsə ki, yəni başqa metodla bəli, övlad sahibi olsunlar, bu zaman yəni o rezervdən istifadə edə bilsinlər. Yəni bu hal-hazırda müasir tibbin belə imkanları da var. Ümumiyyətlə bax bu yumurtalıq ehtiyatı ilə bağlı o qədər suallar gəlir. Bəzən görürsən ki, bir xanımdır, bizə yazır, anaları daha çox yazır. Deyir qızımın 22 yaşı var. Getdik belə təsadüfi bir müayinə sayəsində öyrəndik ki, qızım hələ ailə qurmayıb, 22 yaşı var, amma onda yumurtalıq rezervi, ehtiyatı azdır. Yəni bunun üçün də qızlarımız müəyyən yaşlardan sonra yoxlamalardan keçməlidirlər. Ən azı sadə bir ultrasəs. Bəli, bunu da deyim ki, bəzən dermatoloji olaraq problemlə bağlı da müəyyən müalicələr yazılır ki, bunlar da yumurtalıqlara da mənfi təsir eləyə bilir. Yəni belə xanımları da ailə qurduğu zaman səpkilərlə bağlı, aknelərlə bağlı müalicə alan xüsusi preparatlar var ki, o yumurtalıqlara təsir eləyə bilir və belə bir müddətdə, yəni çox qısa bir vaxtda hamilə qalmağı heç hətta qorunmağı biz belə deyim tövsiyə edirik xəstələrə ki, sonra da uşaqda bir problem olmasın deyə bunu da nəzərə alaq. Amma bunu da deyim ki, yumurtalıq rezervinin aşağı olması yaşdan əlavə, yan əlavə belə deyim ki, yan təsirli preparatların da istifadəsi ilə ola bilir, müəyyən pis vərdişlərlə də bağlı ola bilir. Bunu da nəzərə almaq lazımdır. Aha, Çiçək xanım yazır bayaqdan, çox xahiş edir sualını oxuyaq. Deyir 26 yaşım var, sol yumurtalıqda kista olduğu üçün partlamışdı deyə onu götürüblər. Tək yumurtayla hamilə qala bilərəmmi? Bəli, tək yumurtalıqla da, tək boru ilə də qadın rahat hamilə qala bilir. Sadəcə olaraq bir yumurtalığında problem olub götürülüb deyə hamilə qalma şansı müəyyən qədər aşağı düşüb, amma bir yumurtalıqla da çox, yəni bir neçə övlad sahibi olmaq olar. Aha, və 44 yaşında bir izləyicimiz yazır, söylüyor ki, 2 ildir menstruasiyadan kəsilmişəm. Bu təhlükəlidir. Əslində 45 yaşa qədər, yəni belə deyim, klimaks dövrü arzu olunan deyil. Yəni 45-55 yaş arası normamızdır. Əgər artıq 42 yaşından belə başa düşdüm ki, klimaksa daxil olsa, bu erkən klimaks sayılır. Artıq 2 ildir belə deyim, bu dövrə gidibsə, sonradan süni şəkildə ehtiyac yoxdur. Amma erkən dönəmdə 42 yaşında bunun qarşısını alınıb da müalicə ilə 45 yaşa qədər uzatmaq olardı. Biz məsələn bəzən belə olur ki, klimaks dövründə müraciət edir xanımlar ki, 2-3 ildir kəsilmişəm, istəyirəm indi yenidən olsun. Yəni bu heç məsləhətli bir məqamda deyil. Biz onlara süni şəkildə əvəz edici hormonal terapiya apardığımız zaman yumurtalıqları normal olmayaraq yenidən oyatmış olarıq. Bu da onkoloji problemləri gətirib çıxara bilər. Yəni bunu nəzərə almalıyıq. Doktor, bir də həddindən artıq çox sidik qaçırma problemindən əziyyət çəkən xanımlarımız var. Çox istəyərəm ki, onlara da bir ümid olaq. Xatirə xanım yazır, deyir, hal-hazırda sizi izləyirəm, 45 yaşım var və sidik qaçırma məni çox narahat edir. Həyat keyfiyyətim çox aşağı düşüb. Bunu aradan qaldırmaq mümkündürmü? Və mən bilirəm ki, sizdə bunun üçün lazer. Biz bunu lazerlə də edə bilirik. Sidik qaçırma problemin 45 yaşlarda artıq hipoestrogeniya nəticəsində, yəni estrogenlərin azalması nəticəsində olur. Bu zaman stres inkontinens formaları daha çox rastlanır. Əlbəttə, bəzən belə gedib çatdıra bilməmək öcin formada ola bilir, mix formada da ola bilir. Karbondioksid lazerlə məhz stres inkontinens formada daha biz faydalı ola bilirik xəstələrə. Məhz askıranda, öskürəndə, uzun müddət xroniki bronkitdə olan xəstələrdə, yəni bu qarındaxili təzyiqin artması nəticəsində olur bu sidik qaçırmalar. Bu xəstələr cəmiyyət arasına çıxa bilmir, bu xəstələr özlərini təcrid etmiş olurlar. Yəni, əlbəttə, yenə də deyirəm, biz burada müayinə edirik, prolapsın dərəcəsini aşkar edirik. Erkən dərəcələrdə edə bilirik, yəni lazerlə. Yox, gecikmiş mərhələdədirsə, artıq burada tot əməliyyatı icra edirik, setkadan istifadə edirik. Yəni, burada cərrahi ön-arxa kalparafiya icra olunur, aralığın bərpası və tot əməliyyatı. Burada da yenə dərəcədən asılı olaraq biz xəstəyə, əgər yeni başlayıbsa xəstədə o sidik qaçırma problemi, çox güman ki, bu yeni başlamış bir prosesdir və bu zaman karbondioksid lazerlə ayda bir dəfə olmaqla il ərzində 3 seans icra edərək bu problemi aradan qaldırırıq. Bəzən yanaşı medikamentoz müalicədə təyin edirik ehtiyacı olursa. Xəyli xanım, bax bu lazer prosedurlarında, xüsusən karbondioksid lazer aparatları ilə elə hal-hazırda görüntüdə də görürük bu lazer cihazını, aparatını. Hansı problemlər aradan qalxa bilir? Nə ilə bağlı müraciət edə bilərlər? Ümumiyyətlə, lazerlə biz ginekologiya sahəsində bir çox problemlərdə, sidik qaçırma problemi, uşaqlığın sallanması, prolapslarda, belə deyim,
daha vaginopplastikalarda, yəni istifadə edirik. Cərrahi yox da məhz lazer üsulu ilə vaginoplastika. Uşaqlıq boynu eroziyalarında, papillomaların aradan qaldırılmasında, yaşlı xanımlarda atrofik vaginitlərdə, yaşlı xanımlarda çat olur, bəzən güclü qaşınmalar verən hipotrofik vaginit deyirik, atrofik vaginit deyirik ki, çox quruluq olur. Yəni bu fonda da biz edib, yəni bu problemi aradan qaldıra bilirik. Libido zəifliyində, yəni bəzən olur doğumlardan sonra xəstələrdə, yəni bu problemlə rastlaşırıq. Libido normaya gətirmək üçün, yəni bunun üçün də biz bu prosedurları, karbon dioksid lazerlə prosedurları edib kollagenizasiyanı sürətləndiриrik. Vaginal rejuvenasiyon deyirik bu prosedurlara. Vaginal rejuvenasyonla vaginal yaşanan quruluqdur. Orada parasklenin vəzlərinin fəaliyyətidir. Yəni daha cavanlaşma, daha cavanlaşma və kollagenizasiya hesabına da məhz əzələlərin rigidliyini bərpa edirik. Bununla yəni gələcəkdə prolapsın, yəni uşaqlığın sallanmasının qarşısını almış oluruq. Suallar həddindən artıq çoxdur, ona görə bir mövzudan digərinə keçirəm. Bir izləyicimiz də yazır, bayaqda miomalarla bağlı çox sual var. Deyir, 39 yaşım var, birinci miomada əməliyyat oldum, indi ikinci miomam yaranıb. Bunun müalicəsi varmı? Ümumiyyətlə mioma belə bir, yəni ümumiyyətlə yaranma səbəbini desək, %100 dəqiq bilmirik, amma hormonal pozğunluq nəticəsində yarana bilir, irsi faktor da var, yəni bir çox səbəblərdən yarana bilir və əgər mioma götürülüb, konservativ miomektomiya əməliyyat olunub, xəstədə çox güman və uşaqlıq saxlanılıb, yenidən mioma yaranıbsa, əgər heç bir belə deyim, ölçüdə çox böyük, yəni 3-6 ay ərzində nəzarətdə baxırıq, ölçüdə çox böyümə yoxdursa, qanama vermirsə, ağrı vermirsə, biz bu xəstələrdə miomanı təkrar əməliyyat etmirik. Gözləyirik, dinamikada baxırıq. Əgər xəstə üçün hamiləlik planlanır, hamiləliyə əngəl olacaq dərəcədədirsə, məsələn, submukoz yerləşib endometriyan deformasiya edirsə, bu zaman məsləhətli əməliyyat yox. Əgər subseroz yerləşir, ölçü böyümürsə, heç bir qanama da vermir, heç bir problem də yaratmırsa, biz bu zaman dinamikada baxırıq. Hər 10 qadından 5-də 6-sında biz bugünkü gündə müayinədə mioma aşkar edirik. Doğru. Amma hamısını əməliyyat edirikmi? Xeyr. Aha, bəs bax, hamilə qalmaq istəyən xanımlar, hansı ki mioma var, onlar nə etməlidirlər? Səbinə xanım Bərdədən Yenə də deyirəm, bizi. yerləşdiyi qışasından asılı olaraq. Bir kiçikdir, bu hamilə qalmağa mane ola Xeyr, bilərmi? kiçikdir, heç bir qanama vermirsə, yerləşdiyi qışadan asılı olaraq biz ona heç önəmsəmirik. Xanım müəyyən klimakterik dövrə qədər hətta, yəni o düyünü qala bilir, biz onu belə deyim, əngəl saymırıq. Məsələn, xəstələrin çoxsunda biz müayinə edirik ki, klimaks dövrünə girəndən sonra estrogenlərin azalması ilə bağlı olaraq hipoestrogeniya fonunda başlayır, belə deyim ki, düyünlər kiçilməyə. Onların qidalanması estrogenlər hesabına olur və xanımların da yaşı artdıqca yumurtalıqların fəaliyyəti zəiflədiyi üçün estrogenlər azalır və belə deyim, avtomatik olaraq miomların qidalanması zəiflədiyi üçün geri sorulurlar. Bir dəfə hamilə qalmışam, Aynur xanım deyir, amma sonradan heç cür alınmır. Bunun səbəbi nə ola bilər? Bir dəfə hamilə qalıb xanım əgər ki, yəni belə deyim, abort olunubsa, əlbəttə bu elə özü bir səbəbdir. Bu zaman endometriya zədələnə bilər. Burada küretaj olunubsa, bazal qat zədələndiyi zaman növbəti ayda, yəni funksional qat bazal qat hesabına bərpa olunur. Bazal qat əgər küretajda zədələyiblərsə, sonradan hamilə qalması üçün bu bir əngəldir elə. Və bir də qadın sağlamlığını qorumaq üçün xanımlarımıza nə məsləhət görərsiniz? Mən istəyərəm o məsləhəti məhz sizin dilinizdən eşitsinlər. Xanımlarımıza məsləhətim əlbəttə ki, İlkin yenə də qız uşaqlarından deyim ki, o rutin müayinələrdən keçirsinlər mütləq, hər hansı bir şikayəti olmasa belə. Amma xanımlarımız ailə qurduqdan sonra mütləq adət düzənsizliyi varsa müraciət eləsinlər, şikayətləri, axıntı, hər hansı bir problemlə üzləşirlərsə müraciət eləsinlər. Bunlar öz yerində. Mənim bir təklifim də, yəni xanımlar ildə bir dəfə heç bir şikayətləri olmasa belə, mütləq bir ginekoloji güzgü müayinəsi və ultrason müayinəsindən keçməlidirlər. Yenə də vurğulayıram, tək ultrason müayinəsi yox, mütləq ginekoloji güzgü müayinəsi, bu da ginekoloq həkim tərəfindən icra olunur. Yəni bu müayinədən keçməyin böyük faydaları olur. Bir də bu lazer müalicəsi ilə sidik qaçırmadan əziyyət çəkən xanımlarımız çox maraqlanırlar. Mən bilirəm ki, həyat keyfiyyətini çox aşağı salan bir məsələdir. Xüsusən də yay mövsümündə ümumiyyətlə dözülməz bir haldır. Xanımlar evdən bayıra çıxmaq istəmirlər, cəmiyyət arasına çıxmaq istəmirlər. Qoxu, paltarı daimi dəyişmək, üstlərində neçə dənə paltar daşıyırlar bir yerə gedəndə və bəzən də ümumiyyətlə çölə çıxmağı istəmirlər. Bax, o xanımlara istəyirəm səslənək. Xəyalə xanım bunun üçün onlara nə təklif edir? Sidik qaçırması olan xəstələr
İlkin olaraq yenə dediyim kimi müayinə olduqları zaman birinci sidik qaçırmanın səbəbi araşdırılmalıdır. Səbəbi araşdırıldıqdan sonra medikamentoz müalicəmi təyin olunmalıdır. Lazer üsulu ilə müalicə tətbiq olunmalıdır. Yəni cərrahimi hər bir halda bu problem aradan qaldırılmalıdır. Çünki xanımları belə deyim, cəmiyyət arasında təcrid edən bir əlamətdir. Yəni bununla hər kəsdə varmış kimi yaşamaq lazım deyil. Hətta yaşlı xanımlarda belə biz bu problemi çözmüşük və onlar belə, yəni özləri, yəni artıq bu xəstəliklə yaşayan xəstələr deyir ki, biz 15 ildir, 20 ildir bu problemdən əziyyət çəkmişik, bilməmişik ki, elə bilirik hamıda, hətta xəstələrdən soruşduğumuz zaman belə deyirlər ki, hər kəsdəki kimi deyə cavab verirlər, amma belə deyil. Yəni bu hər bir xanımda yaşanmır, müəyyən ağır doğuşlara, travmalara bağlı elə xanımlar var ki, onlarda elə vəziyyətdə olur ki, onlar askıranda, öskürəndə, 1 kiloqramlıq bir torbanı qaldıranda artıq bu problemlə qarşılaşırlar. 45 yaş üzərində xanımlarda hər 4 qadından birində rastlanır. Yəni böyük rəqəmdir, kifayət qədər çox böyük 45 yaş üzərində estrogenlərin azalması ilə də bağlı olur. Hətta belə olanda biz medikamentoz müalicədə təyin edə bilirik. Yenə də erkən müraciət önəmlidir. O dərman müalicəsi və yaxud da lazer müalicəsi üçün cərrahiyə gedib çıxmasın deyə. Amma heç narahat olmayın, Xəyalə xanım həm də bu cərrahi əməliyyatları çox uğurla icra edən bir həkimimizdir, cərrah mama ginekoloqumuzdur və gənc görünməsinə baxmayaraq artıq ömrünün 20 ildən artığını bu işə həsr edib. Bayaq deyəndə ki, oğlum universiteti bitirib Bakıya qayıdıb. Mən təəccüb yaşadım ki, yəni sizin o boyda oğlunuz var maşallah və elə sonra da yadıma düşdü, onun bu qədər iş təcrübəsi var. 20 ildən artıqdır ki, bizim xanımlarımızın, qızlarımızın, qız övladlarımızın sağlamlığının keşiyində dayanır və hal-hazırda Medilent Hospitalda çalışır. Bu mərkəzdə böyük bir uşaq ginekologiya mərkəzi var. Elə ekranlarınızda o görüntüləri görürsünüz. Qız uşaqlarının erkən müayinəsi analığın təminatıdır. Necə də gözəl cümlə və bütün fikirləri çatdıran bir cümlədir. Müxtəlif problemlərlə bağlı, elə ekranda gördüyünüz bu cinsi inkişafla bağlı, tüklənməklə bağlı problem yaşayan xanımlarımız da müraciət edə bilərlər. Çox suallar bugün verilişimizdə cavablandı Xəyalə xanım tərəfindən. Mən ona təşəkkür etmək istəyirəm buna görə. Xəyalə xanım, gəlişiniz üçün təşəkkür edirəm. Bilirəm, bugün əməliyyatlarınız var verilişdən dərhal sonra. Ona görə sizi çox saxlamaq istəmirəm. Əməliyyatlarınızda uğurlar. Çox sağ olun, təşəkkür edirəm. Mən də hər kəsə sözün əsl mənasında can sağlığı arzu edirəm. Arzu edirəm ki, hər zaman canları sağlam olsun, xəstə olmasınlar. Həkimə yalnız profilaktik məqsədlə müraciət eləsinlər. Bugün də faydalı olmağı bacardınız. Təşəkkürlər Xəyalə xanım, uşaq ginekoloqu. Cərrah mama ginekoloq Xəyalə İsmailova bizimlə bərabər idi. Əlaqə nömrəsini bir daha son olaraq vurğulayıram. 055 766 33 30. Amma sizinlə sağollaşmırıq. Daha bir çox sevdiyiniz həkim, hansı ki onu da hər dəfə sual atəşinə tutursunuz. Tibb üzrə fəlsəfə doktoru, nevroloq Könül Hacıyeva bizimlə bərabər olacaq. Ona görə ekrana yaxın əyləşin. Çox maraqlı bir mövzudan danışacağıq.